sevdiyim blesklərdən biriyim. Charlotte Tilbury bitdi. Mən indi bunu həyatda 3-cü ya 4-cü dəfə eləyəcəm. Stoperi çıxardacağım. Bəlkə siz bilmirsiniz, bəlkə bilirsiniz, deyə bilmərəm. Amma tuşlarda, blesklərdə, duru pomadalarda belə bir şey var. Buradan çıxardırsan və orada əlavə məhsul çıxır elə bil ki. Daha doğrusu əlavə məhsul deyil, sadəcə bu stoperdir ki, çox məhsul fırça ilə tətbiq olunmasın. Amma bitəndə bunu çıxardırsan və yenə istifadə edə bilirsən. Və kifayət qədər çox məhsul olur. Hər dəfə unuduram bunu eləmək. NYX bleski ilə elədim, palçıq kimi oldu, sonra tulladım. Görək bu necə olacaq. Tuşlar ümumiyyətlə palçıq kimi olur. Tuşla heç vaxt eləmirəm. Baxın necə oldu, ağzı geniş. Görək indi blesk çıxacaq buradan. Elə bir o qədər də çox məhsul yoxdur yenə də. Bu ən sevdiyim blesk. Baxın nə qəşəng rəngi var. Çox təbii görsənir, amma şəffaf deyil. Biraz narıncıya çalır, isti bir rəngdir. Charlotte Tilbury Pillow Talk rəngi. Gərək təzəsini alım. Bəs siz bitirdiyiniz bleskləri dərhal tullayırsınız, yoxsa bu stoperi çıxardırırsınız? Şərhlərdə yazın və abunə olmağı unutmayın. Daha çox faydalı məsləhətlər göstərəcəm.